4 fevral. Qoç. Bugün enerjin yüksək olacaq və təşəbbüskar ruhun özünü göstərir. Səhər saatlarından etibarən iş və şəxsi layihələrdə addımlar atmaq üçün əlverişlidir. Ətrafındakılar sənin qərarlı və lider ruhunu hiss edəcək, ona görə fikirlərini ifadə etmək daha rahat olacaq. Günün ortasında gözlənilməz bir xəbər və ya təklif motivasiyanı artıracaq. Münasibətlərdə açıq danışıq və hisslərini ifadə etmək üçün əlverişli vaxtdır. Axşam saatlarında sakit bir mühitdə dincəlmək və enerji toplamaq faydalıdır. Günün sonunda özünü həm məhsuldar, həm də motivasiyalı hiss edəcəksən. Bugün irəliləmək və özünü göstərmək üçün əladır. Buğa. Bugün planlı və sakit hərəkət etmək sənin üçün önəmlidir. İşdə və şəxsi həyatda təşkilatlanma, uzun müddətli qərarlar vermək əlverişlidir. Maddi məsələlərə diqqət yetirmək faydalıdır. Günün ortasında yaxın biri ilə səmimi söhbət etmək daxili rahatlıq yaradacaq və münasibətləri gücləndirəcək. Münasibətlərdə sabit və anlayışlı davranış ön plandadır. Axşam saatlarında musiqi, kitab və ya açıq havada gəzinti ilə enerjini bərpa edə bilərsən. Bugün həm daxili, həm də xarici balans yaratmaq üçün əlverişlidir. Əkizlər. Bugün ünsiyyət və ideyaların günü olacaq. Səhərdən etibarən yazışmalar, telefon zəngləri və görüşlər faydalı olacaq. Beynin sürətli işləyir, uzun müddətdir düşündüyün məsələlər aydınlaşa bilər. Günün ortasında gözlənilməz xəbər və ya təklif motivasiyanı artıracaq. Münasibətlərdə açıq və səmimi ünsiyyət üçün əlverişlidir. Günün sonunda biraz yorğunluq hiss edə bilərsən, ona görə sakit bir mühitdə vaxt keçirmək faydalıdır. Bugün həm kommunikasiya, həm də intellektual inkişaf üçün əlverişlidir. Xərçəng. Bugün ev, ailə və şəxsi işlər ön plandadır. Səhərdən etibarən nizam yaratmaq, yarımçıq işləri tamamlamaq yaxşı nəticə verir. Günün ortasında yaxın bir insanla səmimi söhbət daxili rahatlıq gətirəcək. İş mövzularında intuisiya və diqqət faydalı olacaq. Axşam saatlarında musiqi, kitab və ya sakitlik içində olmaq enerjini bərpa edəcək. Bugün həm daxili, həm də xarici balans yaratmaq üçün əlverişlidir. Şir. Bugün diqqət və yaradıcılıq sənin gücün olacaq. Səhərdən etibarən işdə və şəxsi layihələrdə ön plana çıxmaq mümkündür. Günün ortasında maraqlı xəbər və ya təklif motivasiyanı artıracaq. Münasibətlərdə romantik və səmimi davranış üçün əlverişlidir. Axşam saatlarında sosial fəaliyyət və dostlarla görüş enerji səviyyəni qoruyacaq. Bugün həm uğur, həm də özünü göstərmək üçün əlverişlidir. Enerjini doğru idarə etsən, günün sonunda həm iş, həm də şəxsi həyat balansını hiss edəcəksən. Qız. Bugün məhsuldarlıq və planlama ön plandadır. Səhərdən etibarən yarımçıq qalmış işləri tamamlayıb nizam yaratmaq olar. Günün ortasında yeni bir fikir və ya məlumat faydalı olacaq. Münasibətlərdə diqqətli və düşüncəli yanaşmaq yaxşı nəticə verəcək. Axşam saatlarında sakit və rahat bir mühitdə vaxt keçirmək enerjini bərpa edəcək. Bugün həm məhsuldarlıq, həm də daxili sakitlik üçün əlverişlidir. Hər şeyə bir-bir diqqətlə yanaşsan, günün sonunda böyük məmnunluq hissi yaşayacaqsan. Tərəzi. Bugün balans və harmoniya ön plandadır. Sosial münasibətlər və əməkdaşlıqlar üçün əlverişlidir. Səhərdən etibarən ünsiyyət və dialoq imkanları artır. Günün ortasında gözəl xəbər və ya dəvət ruhunu yüksəldəcək. Münasibətlərdə romantik və ahəngdar davranmaq üçün əlverişlidir. Axşam saatlarında sakit musiqi, kitab və ya özünlə baş-başa qalmaq faydalıdır. Bugün həm sosial, həm də emosional baxımdan enerji doludur. Ətrafınla ahəng içində olmaq həm əhvalını, həm də məhsuldarlığını artıracaq. Əqrəb. Bugün introspeksiya və dərin düşüncə günüdür. Səhərdən etibarən ciddi və fokuslanmış olacaqsan. Uzun müddətdir həll edilməyən məsələlər üçün aydınlıq gələ bilər. Günün ortasında iş və şəxsi həyatla bağlı vacib qərarlar vermək lazım ola bilər.
Münasibətlərdə səmimi, amma ciddi yanaşmaq faydalıdır. Axşam saatlarında sakitlik və tək qalmaq enerjini yeniləyəcək. Bu gün həm analiz, həm də daxili rahatlıq üçün əlverişlidir. Duyğularını dinləmək və onları yönəltmək günün əsas mövzularındandır. Ox atan. Bugün geniş düşüncə və motivasiya sənin üçün ön plandadır. Səhərdən etibarən yeni layihələr, gələcək planları və hədəflər üçün əlverişlidir. Günün ortasında maraqlı xəbər və ya təklif motivasiyanı artıracaq. Münasibətlərdə açıq və səmimi davranış sərgiləyəcəksən. Axşam saatlarında sakit bir mühitdə kitab və ya musiqi ilə məşğul olmaq faydalıdır. Bugün həm motivasiya, həm də gələcəyə fokuslanmaq üçün əlverişlidir. Sənin enerjin ətrafdakılara da təsir edəcək. Oğlaq. Bugün məsuliyyət və planlama ön plandadır. Səhərdən etibarən iş və şəxsi həyatda vacib qərarlar vermək üçün əlverişlidir. Günün ortasında ailə və şəxsi həyatla bağlı məsələlər diqqət tələb edə bilər. Münasibətlərdə ciddi, amma səmimi yanaşmaq faydalıdır. Axşam saatlarında sakitlikdə vaxt keçirmək enerjini bərpa edəcək. Bugün həm iş, həm də şəxsi məsuliyyətlər üçün əlverişlidir. Planlı addımlar günün sonunda rahatlıq hissi verəcək. Dolça. Bugün yaradıcılıq və sosial aktivlik ön plandadır. Səhərdən etibarən yeni ideyalar və layihələrlə məşğul olmaq faydalıdır. Günün ortasında sosial çevrədən maraqlı xəbər və ya təklif gələ bilər. Münasibətlərdə səmimi və orijinal davranış sərgiləmək əlverişlidir. Axşam saatlarında özünə vaxt ayırmaq, yaradıcılıq və planlaşdırma üçün əlverişlidir. Bugün həm motivasiya, həm də yenilik günü olacaq. Enerjini düzgün idarə etsən, günün sonunda həm iş, həm də şəxsi həyat balansını hiss edəcəksən. Balıqlar. Bugün intuisiya və emosional zənginlik sənin üçün güclüdür. Səhərdən etibarən hisslərin güclüdür və qərarları intuisiya ilə vermək asan olacaq. İşdə sakit, amma məhsuldar ritmdə irəliləyəcəksən. Günün ortasında xoş xəbər və ya rahatladıcı söhbət ola bilər. Münasibətlərdə mehriban, şəfqətli və anlayışlı davranış faydalıdır. Axşam saatlarında meditasiya, musiqi və ya yaradıcı fəaliyyətlə məşğul olmaq enerjini artıracaq. Bu gün həm ruhunu, həm də ilhamını gücləndirir.